ne kadar güzel simalar görürüm. Siz təsəvvür edə bilməzsiniz ki, mən nəyə axtarıram? Yox, təsəvvür edə bilməzsiniz. Və sonunda bu nədir? Mənim axtardığım, hə? Mən nəyə axtarıram? Elə isə icazə verin. Baxın! Var. Ne? Yadıma düştü. Atamın tacını aktarıram. Bildiğiniz gibi hiçbir şahzade, hatta hiçbir şahzade, uşaqlar, bu mənim. Bir dakika. Hatta Sücer şahzadı belə taçsız taxtaca sahip olabilmez. Bir de ki atam. Atam ne vaxtsız taxtacın mənə vermək istəyəcək. Bu benim atamdı. Biz uşaqlığımızı çok tez sergiliyirik. Taşın elimizden alınması için ölümü gözlemirik. İndi ise biz taşı itirmişik. Belki de biz başımıza taç koymamalıydık. Belki başımıza taç koymaq əvəzinə. Yadıma düşdü. Bağışlayın, rica edirəm. Belki başımıza taç koymaq əvəzinə. Ayağımıza kızıl tüfürlər giysək daha yaxşı olardı. Yani sizce benim kimi oğlan için pis tarafat değil, ha? Bir dakika. Hop! Neceydi? Bak hele o sebepten de siz bura benim nağılıma kulak asmağa gelmişsiniz. Biz əhvalatı tersine ahırdan əvvələ doğru danışacağıq. Çünkü bu əhvalat baş verən vaxtdan çok iller keçib. Neyse, nağılımıza başlayaq. Bu əhvalat çok güzel bir krallıqda kral ve kraliçanın kızı doğulduğu gün başlamıştı. Bu güzel kız kapkara saçları, kapkara saçları, kapkara gözleri, zərif dərisi olan güzel şahzadeydi. Əhvalat başlayır.
qaydalarını məndən yaxşı bilən yoxdur. Və məxsusi bugün bizim əziz, gözəl şəhzadəmizin doğum günü üçün geyinib təzəlmişəm. Və bu qəbi, bu qaydaları məndən yaxşı bilən yoxdur. Bağışlayın, yoxsa siz düşünürsünüz ki, mənim hərəkətlərim saray xanımlarına yarışacaq dərəcəyə incəmədən şahanə deyil? Bir güzgüdə özünüzə baxın. Siz ikisi birində oxşuyursunuz. Elə bir paltarın içində 2 nəfər girib. Siz quru balığa oxşuyursunuz. Quru balığa oxşayan xanım saray xanımı olmağa layiq deyil. Köklükdən əynindəki paltarların tikişləri sökülən adam da saray xanımı ola bilməz. Nə? Sakin olun! Dikkat! Dikkat! Kral ve kraliçe gelir! Bu cür güzel bir şahzadenin doğulduğuna göre hoşbəxt değilik mi? Xoşbəxtlik! Çox xoşbəxtlik! Ah, mənim gözəl, şirin bala. Bizim gözəl şahzadəmiz! Kraliçe, Meğer o ecazkar değil mi? Ecazkardır. Ecazkardı benim kızım. Ecazkardır! Ecazkardır! Meğer o brilyant değil mi? Brilyanttır. Brilyantı benim balam. Ne brilyanttır! Ne brilyanttır! Onun tayı beraberi yoktu. Yoxdur tayı bərabəri. Yoktu benim kızımın tayı beraberi. Yoktu! Yoktu sayın beraber! Yok! siz ne ingirsiniz? Ben eksada eşidirəm. Siz biri-birinizi təkrarlayırsınız. Gelin bayrama hazırlaşaq. Bir qonaq işimiz var. Şinyatlar gelsin. Gelsin, gelsin. Her şey ağladı. Her şey güzeldi. İndilerde bizim dostumuz Periler Kraliçesi gelecek. Ben hissediyorum kral. Ben hissediyorum ki Periler Kraliçesi hansı kapıdan gelecek? O kapıdan. Ora bizim yatak otağın kapısıdır. Önce bir kapısı var. Neyse, gözlemeyi. Əyləşib gözlemeyi, daha rahat gözlemeyi.
çok sağ olun. Periler kraliçesi. Siz bizim balamızın bu güzel gününde burada olduğunuz için size min defa teşekkür ederim. Aziz kral ve aziz kraliçe, siz buna layık olduğunuz için ben buradayım. Özü de hali boş gelmemişim. Balaca şahzadeye hediyeler getirmişim. Hediyeler. Emir. Ben emrediyorum. Bir hafta bayram olsun. Bir hafta hiç kes işlemesin. Ancak şenlik kim eğlence? Eğlence kim şenlik? Kral dedi biraz hiç kim işlemesin. Yaşasın kral. Bəli, biz bir hafta işlemeyeceğiz. Bir hafta bayram edeceğiz. Bizim o balaca... Kraliçe, balaca adı ne? Doğrudan. Bizim şahzademizin adı nece olacak? Ben taktım. Adı. Özü güzeldir. Koy adı da güzel olsun. Güzel. 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 Şahzadenin adı güzel olsun. Adı kimin? O özü de güzel olacak. O çok melahetli, letafetli, zarif ve cazibedar olacak. Onun büyük seçim imkanı olacak. O çok güzel reks edecek. Şimdiden başlayarak her şey böyle olacak. Güzel olacak. Hırkak olacak. Çok mübarek olacak. Olmaz be. Sen körpek isteyene bilmeyeceksin. Ben ona hayır dua vermişim. Senin hayır duan benim selanetlerim olacak. Ben de senden, ne de senin lanetlerinden korkmuram. Korkarsın, korkarsın.
bu şenlikdə iştirak etmək istəyirsən? Bilmirdik. Ben özünden sonra gözyaşları getiren şenlikleri çok sevirəm. Barbie, göz yaşından sonra sevinç yaxşıdır. Gel sen de bize koşul, birlikte sevinək. Artık geçti. Benim körpem. Çok geç. Siz beni hele yaxşı tanımırsınız. Ama tanıyacaksınız. Benim körpem. Ben artık lanet okumuşam. Barbie, laneti geri götür. Akı sen cadugarsan, sen bunu bacararsan. Ben lanetlerle hiç vakit geri götürmürəm. Hiç vaxt. Kral. Benim körpem, şirin balam. Allah'ım azizim, bizi de müdafaa eden tapılar. Hayırlı aldın. Lanetlenirsen. Ebedi lanete tuş geleceksen. Tamam olan gün 16 yaşın. Düşecek çok büyük belaya başın. Eline küçük bir iğne batacak. İğne batan kimi güzel yatacak. Yatacak. Ölü tek. Daim. Ebedi. Hiç kes bilmeyecek. Sebep ne dedi? Çünkü hemen anda uşaqlıqda hamı yatacaq. Bir kez oyaq qalmayacaq. Mənim tilsimimlə bilin, hər bir kez. Ölüm yuxusuna gedib yatacaq. Sənin lənətini dəyişməyə qəddar Barbie. Mənim gücüm çatar. Düzdür, bu lənəti tamamilə yox eləyə bilmərəm. Amma dəyişdirərəm. Sənin dediyin kimi gözəl şahzadə yatacaq. Həmişəlik yox. Gözəl şahzadə cəmi 100 il yatacaq. 100 ildən sonra isə 100 ildən sonra isə gözəl şahzadəni kral nəslindən olan cavan, gözəl bir şahzadə sevdiyi üçün öpəcək. Və bu öpüşlə də həm bütün şahlıq, həm də gözəl şahzadə yuxudan ayılacaq. Əbədi xoşbəxtlik onların olacaq. Onu sevgi xilas eləyəcək. Mənim lənətim sevgidən bəxtət güclüdür. Emr edirəm. Krallığında bir jileden olsa iğne kalmasın. Kızıl güllerin iğneleri koparılıp yandırılsın. Hatta şam ağaçlarının iğne yapanları koparılıp yandırılsın. Ne inirsən elə? Bütün iğneleri yığışdır. Onsuz da Barbie'nin lənəti öz işini görəcək. Mən hər şeyi nəzarətdə saxlayacağam. Elə mən də. Sen galip gelmeyeceksin. Mən həmişə qalib gəlirəm. Yolumun üstündə durma. Mən səndən güclüyəm. Biz de zevk değiliz. Biz de ihtiyatlılarız. Siz mənə nə edə biləsiniz? Baxar. Sən qorxursan. Qorxudan da tir-tir əsirsən. Heç kəsdən qorxmuram. Biz hiç kesten korkmuyoruz. Sən bir saray əhlinə bax. Gör nə hala qalıblar. Mənsə. Mən hər şeyi nəzarətdə saxlayacağam. Baxarım.
Siz perilerin neye kadir olduğunu gördünüz? Gördünüz? Elbette gördünüz. Barbel sizin hoşunuza geldi. Bir de tekrar edirəm. Barbel sizin hoşunuza geldi. Elbette ki xeyr. O qəddar, iğrenç, ibritədir. Elədir uşaqlar? Bilirsiniz, mən də pərilər kimi qanadlarının olmasını istərdim. Siz bir buna baxın, o əsl möcüzədir. Mən indi bunu buradan çıxardım. Siz mənə kömək edin. Düşünürəm ki, bu qanadlarla mən çox eybəcər görünürəm. Elədir uşaqlar? Əlbəttə elədir, əlbəttə elədir. Bir də ki, hər kəs qanad taxa bilsəydi, bəs pərilər necə olardı? Elədir? Mən bu qanadlarla axmağa oxşayardım. Öz görkəmim daha çox hoşuma gəlir. Neysə. Neyse, nağılımıza başlayaq. Bəlkə sizə elə gəlir ki, hər şey əvvəlki kimi qalıb, hə? Amma yox, o vaxtdan düz 16 il keçib. Gözəl şahzadə, pərilər kraliçası dediyi kimi, bütün gözəl keyfiyyətləri özündə birləşdirmişdi və artıq onun 16 yaşı olurdu. Neçə yaş olurdu? 16. Bunu artıq deyəsən demişəm, şahzadənin ad günü münasibəti ilə gözəl bayram təntənəsi qurulmuşdu. Sarayeli isə olduqca həyəcanlı və əsəbi idilər. Onlar qorxurdular ki, birdən qəddar Barberin lənəti həyata keçər. Ax o lənət məhz bu gün üçün deyilmişdi. Görəsən, xeyirxalq pəri qalib gələcək, yoxsa Barber kim? Xeyirxalq pəri yoxsa Barber? Bir dəqiqə. Mən nə danışırdım? Hə? Yenə unuttum, nə danışırdım mən? Nə? Yadıma düşdü. Kral öz şahlığında hər növ iynəyə, tikana, hətta şam ağaclarının iynəli yarpaqlarını belə qadağa qoymuşdu. Necə əmr eləmişdisə, elə də olmuşdu. Heç kəs illərlə nə təzə paltar tikmişdi, nə də köhnəsində yamaq vurmuşdu. Nağlımızın davamına baxın.
işim var. Odur ki mənimlə uşaq kimi danışmaq lazım deyil. 16 yaş olmaq sənə oyuncaq gəlməsin. Bu sənin üçün, bu sənin üçün askırmaq deyil. Mən demirəm ki, bu mənim üçün askırmaqdır. Elə söz dedim. Mən niyə askırdım? Nəsə olacaq? Ürəyimə damıb gözlər, nəsə olacaq? Bilirəm, yaxşı şey olmayacaq. Emirəm, mənə elə gəlir ki, mən nədənsə qorxuram. Doğrudan? Nədən qorxursan? Axı, Emirəm, axı, mənim 16-cı ad günüm haqqında gəzən söz-söhbətləri bilirsən. Kim bilir nə baş verə bilər? Heç bir şey olmayacaq. Heç nə baş verməyəcək. Sən ki bunu bilirsən. Pərilər kraliçası buradadır. Bizi qorumaq üçün gəlir. Niyə qorxursan mənim balam? Mən sənin yanında qorxma. Mən sən qorxmaram, nəsə olsun. Hə, bilirəm. Amma anam səhər tezdən ağlayırdı. O deyirdi ki, bugün həlledici gündür. Ağlayırdı. Hı-hı. Gözünlə gördün? Hə, gördüm. Hə! Boş şeydir. Sənin anan sevindiyindən ağlayır. Axı sənin bugün ad günündür. Doğum günündür. Hə. Dəqiq bilirəm. O, qorxudan ağlayırdı. Qorxudan ağlayırdı, hə? Düz deyirsən, hə? Mən də qorxuram. O iftidə yenə gələcək. Qorxuram, gözəl, qorxuram. Mən də qorxuram. Emil, ağlama. Nə baş verəcəyini heç kəs bilmir. Bilmirəm, Ağlama, ağlama. Bilirsən balaca, mən belə bir gündə o yanlış piroqa oxşayam. O çürük kartofa bənzəyər. O çürümüş iylənən soğama oxşayan Barbelin bura gəlməyini heç istəmirəm. Heç mən də istəmirəm, Seyr. Doğrudan istəmirsən? Doğrudan istəmirəm. Amma gözlərin başqa şey deyir ha. Nə deyil? İstəyirsən, istəmirsən? İstəmirəm, Seyr. Acığım İstəmirsən? gedir ondan, ha? Acığın gedir ondan. Onda götür tortu qoyaq sobaya. Tortu? Əla tortu, Seyr. Ehtiyatlı ol. Narahat olmuyorum. Düzəltmişəm Şahzadənin ad gününə hazırlamışam onu. Ehtiyatlı, ehtiyatlı. Fırat, getir. Gəl. Hə, sobaya gəl. Ay, yavaş. Ay, eyvah. Eylədim. Ay, Seyr. Narahat olmuyorum. Bu saat çıxararam, mən kömək dalınca gedirəm, Seyr. Seyr, bu saat, Seyr. Seyr, bu saat. Bu axşamdır. Elə hər axşamdır. Siz mənim nə demək istədiyimi çox yaxşı başa düşürsünüz. Mən elə düşünürəm ki, siz elə düşündüyünüzü dediniz. Ha, siz mənim sözümdən söz çıxartmayın. Yox, bu sizin demək istədiyinizdir. Mən! Barbel artıq buradadır. Siz Barbel'in məkri və hiləsizsiniz. Tez dilinizi göstərin, tez. Göstər. Heç nə başa düşmədim. Dişlərinizi göstərin. Göstər. Barbel! Ha, bir dəqiqə. Zarafat eləmə, olma bu. Siz Barbel görürsünüz, qorx. Bəlkə də Barbelsizsiz, hə? Hə? Barbelsizsiz bəlkə? Oldu! Bravo! Gel işinle meşgul ol. Öyleyse benim işimi İsrail'in. Tullanın tabanlarınızı birbirine vurun, tez. Tulla! Cəld ol biraz, Barbel. Bir de. Bir de. Ay! Böyle gelir ki siz kökəlmişsiniz. Bəs onda Barbel kimdir, hə? Barbel kimdir, mənəm Barbel. Dikkat! Kral ve kraliçe gelin!
kraliçası gelir. Şam'ı reks eleyin. size emel etti. Çok şükür Tanrı'ya ki biz hılası olduk. Şükür Tanrı'ya, olay hiç olmayacak. Her şey güzeldi. Evet güzel de olacak. Görün, görün benim kızım. Görün benim kızım. Nece hoşbahtı.
Bilirsiniz o niye xoşbəxtdir? Çünkü o mənə bənzəyir. Kral. Bir anlık mən geçmişe qayıtdım. 16. ad günüm yadıma düştü. Bu elə də çoxdan olmayıb. Düz deyirsən, cəmi gözümə tör. Artık heç nə olmayacaq. İfritənin lənətləri təsirsiz qaldı. Artıq heç nə olmayacaq. Pərilər kraliçası, çok sağ olun ki siz bizim qaygımıza qaldınız. Kızım, ad günün mübarek. Kızım, senin yatmağa vaxtındır. Hamıyla sağolaş, geceniz xeyrə qalsındır. Her şey böyle tez kurtardı. Atacan ne olur, ne olur. Xahiş ederim. Her şeyle güzellik xahiş ederim. 5 dakikada, 5 dakikada. Ne olur xahiş ederim, ne olur, ne olur. Gözəl, Ne olur. yaxşı anılar da sona çatır. Yaxşı. Yeminlə. Yeminlə. Elə isə gecəniz xeyrə qalsın. Yuxun şirin olsun güzel. Emilə, sən qal şənlən, mənə görə narahat olma. Ama çok o gec olmaz, yaxşı? Yaxşı. Mənsə bu gecəni heç vaxt unutmayacağam. Bura mənim otağımdır. Yəqin səhv gəlmişəm. Üzr istəyirəm. Dayan, Dayan. səhv gəlməmsən. Hə? Əlbəttə sənin otağındır. Hə, mənim otağıma oxşayır. Hə, düzdür. Burada axı mənim çarpayımdır. Hə. Mən səni təbrik eləməyə gəlmişəm. Benim ad günüm sürprizlerle doludur. Siz çok bilip çıkarsınız. Bu hədiyəni sənin ad gününə gətirmişəm. Ne güzel. Bu gündür. Gül. Qızıl gül. Kızıl gül. Ben hiç vaxt kızıl gül görmemişim. Al, sənin olsun. Benim. Hiç bilmirəm. Götürüm ya götürməyim. Uşaqlar, axı mənim heç vaxt belə hədiyyəm olmayıb. Bu dəfə götürüm. Ay, deməli parmağa iynə batması belə olur. Ay, başım. Mən istirahət eləməliyəm. Barbinin lənəti baş tutdu. Gecəniz xeyrə qalsın. Mən bu gecəni heç vaxt unutmayacağam. Yatmış gözəl.
ya, bir dakika. Ayıklan, buraya gel. Yoksa bunlar beni üşütmürler. Ayıklan, buraya gel. Yoksa bunlar beni üşütmürler. Burada kimse var, bunlardan başka. Abi! Burada hiç kes yoktu. Kim? Balaca. Koca. Sincar şahzadıya. Ne geldiler? Sincar şahzadıya ne geldiler? Sizden konuşalım. Elə bir göydən düşdü. Bu qoca efrit harada peyda oldu, ha? Yaxşı budur, aşpazdan soruşun. Siz buradaydı oldunuz, ha? Beş oyun oynadınız. Ben seni balkonda görüyorum, ha? İlahi! Bu ne sükuttu belə? Yaxşı budur, əsas salona geçim. Buradadılar. Salam. Hey! Salam. Bu nedir? Hiç kes mənə məhəl qoymur. Yaxşı. Bir dakika. Yəqin ki, bütün şahlığınızın ve özünüzün de qeyri-İslami olduğunuzu görürsünüz. Ben öyle tac aktarırdım. Öz aramızda bu kralın çok büyük başı var. Şimdi ben bunu götürüp gedirəm. Ben gedirəm. Gedirəm ha. Gedirəm. Eğer hiç kes bana mehal koymuşsa, bu decəlliyin hiçbir mənası yoktur. Götürün tacınızı. Sizin hiç neyiniz bana lazım değil. Şimdi ben giderim bunları görürüm. İlahi ben ne görürüm? O necədir gözəl bəyəcəz gəldi. Dayan! Ben de buradan!
Salam. Deməli, siz də bu oyunu oynuyorsunuz ha? Ev yox. Eləysə mən də oynuyorum. Bəlkə bu sizi oyatdı. Axır ki geldim. Əlbəttə, düz 100 ildir sənin yolunu gözləyirəm. Siz bu kadar kocasınız. Həm də yox. Görün bir ne baş verin. Əvvəlcə hamınız yatmışdınız, indi hamınız birden oyandınız. Bu seni qəlbə görünə bilər. Amma bilirsən, düz 100 il bundan əvvəl biz lənətlənmişik. Və çox gözəl və çox yaraşıqlı bir şahzadənin məni öpəcəyi ana qədər yuxuya getmişdik. Oğlan məni öpdükdən sonra biz heç qocalmamış vəziyyətdə oyanacaqdıq. Sanki 100 il yox, bir neçə dəqiqə yatmışıq. Budur, sənin sayəndə bunların hamısı gerçəkləşdi. Düzün deyim ki, sən fikirləşdiyim qədər də gözəl deyilsən. Ne? Amma nə olsun ki, əsas odur sən gəldin və bizi oyatdın. Buna görə biz sənə minnətdar olmalıyıq. Yok! Demese yüreğim partlayar. Gözlediğimiz kadar da güzel değil ha. Ben siz ne gözlüyordunuz? Gözler göçek kukla kim oğlan? Sizi xilas edmişim, daha benden ne istiyorsunuz? Sən düz deyirsən, sən çox sevimlisən. Axır ki bir xoş eləşdik. Üzün elə qəşəngdir ki. Doğrudan? Doğrudan. Lap oyuncaq ayının üstü oxşayır. Sən şahzadə füsunkarsan, mənsə şahzadə gözəl. Güzel. Güzel. Benim yolumu bu kadar gözlediğiniz için size minnettarım. Mən elə gəlir ki, dünən gecə yatmışam. Axı sizin neçə yaşınız var? Mənim 16 yaşım var. Üstə gəl yuxuda olduğum 100 il. Deməli nə qədər eləyir uşaqlar? 116. Amma siz o 100 ili çıxmalısınız. Çünki o 100 ili pərlər kraliçası məni qoruyurdu. Və məni qoruduğu üçün məndə heç bir dəyişikliklər baş vermir. Gördüyünüz kimi gözəl gerçək 16 yaşlı gənc bir qızam. Əsl yaşıma görə isə narahat olmuyorum. Düşünürüm ki sizin yaşınızın həddindən artıq olmasından narahat olmuram. Siz axı mənimlə evlənmək istəyirsiniz. Mən? Sizə elə gəlməyimi məndən xahiş edəcəyinizdə və mənim də sizə hər deyəcəyimdən əmin olduğum üçün düşünürəm bunu elə indi eləsəniz yerinə düşər. Biz o hələ ata-anamdan da icazə istəməliyik. Lap özümü itirmişəm. Nə oldu? Mənimlə evlənmək istəmirsiniz? Mənimlə evlənmək istəmirsiniz? Mən sizin nə etmək istədiyinizi bilməliyim.
olacaqsınız. Ama əvvəlcə ata-anamdan icazə istəməliyik. Onlar əsas salondadılar. Bu nədir? Bir kelime söz bile lazım değil. Kimdir belə? Kral düşəcək. Kızım. Sen benim kızımla evlenirsen ben size Hevda vereceğim. Elə mən də. Nədir xeyr tabii? Təşəkkür edirəm, çox sağ olun. Əzizim, bəs bizim toyumuz harda olacaq? Nə, toy? Burada və indi. Gözəl, yeri gəlmişkən, elə mənim adım Füsunkardır. Füsunkar, necə də icazkar axdır. Sən icazkarsan. Əzizim, mən Füsunkarım. Həm də icazkar. Özün sən icazkar! Heyratamız gözəlsən. Biz səninlə xoşbəxt olacağıq. Tüy! Muh! Dur! İndi ise benim kızım bizi terk edecek. O toya hazırlaşmalıdır. Eminim. Sense şahzade. Özü suyun giymeye, kömeye, əyyallar seç. Gözəl fikirdə Allah Həzrət. Ona kömək edeyim. en güzel əyyamları məndə də Allah Həzrət. Əla! İndi isə balaca əyyamlar. Siz də öz şahzadənizi geyməyə kömək edin. Məni! Şahzadəni geyinlər.